Meşə qardaşları və Ceyşullah hakimiyyətə qarşı hərbi əməliyyatlara start verdiklərini bəyan ediblər. Sosial şəbəkələrdə Azərbaycanda bir zamanlar çox ciddi terror təhlükəsi yaratmış iki radikal dini təşkilatın nümayəndələri ayrı-ayrılıqda bəyanat yayıblar. Meşə qardaşları təşkilatı adından məlumat yayan şəxs qeyd edib ki, tezliklə bu addım atılacaq. Həmin bəyanatda deyilir ki, onlar bir təşkilat olaraq artıq Azərbaycan iqtidarına qarşı hərbi əməliyyatlara start veriblər. Digər məlumat isə Ceyşullah Allahın Ordusu adlı təşkilatın adından yayımlanıb. Məlumatı yayan şəxslər bildiriblər ki, söz gedən təşkilat tezliklə Azərbaycanda cihad elan edəcək. Qeyd edək ki, hər iki təşkilat terrorçu fəaliyyətlə məşğul olmaqla yanaşı, həm də radikal dini cərəyanın nümayəndələrindən təşkil olunub. Əsasən Vahabilərin nəzarəti altında olan bu silahlı qruplaşmaların üzvləri isə dünyanın bir çox münaqişə ocaqlarında döyüşürlər. Hazırda onlardan Suriyada da döyüşənlərin olduğuna dair məlumatlar var. Meşə qardaşları Dağıstanın cənubunda əsasən Dərbənd, Tabasaran, Məhərrəmkənd ərazisində və Azərbaycanın şimalında fəaliyyət göstərən gizli terrorçu qruplaşmadır. Əsasən hüquq mühafizə orqanlarına hücum edir, terror aktları təşkil edir, Vəhhabiliyi təbliğ edən qeyri-qanuni dini ədəbiyyat yayılması ilə məşğul olur. 2007-2008-ci illərdə qruplaşmaya Əbdülməcid ləqəbli Azərbaycan vətəndaşı Zaqatalada doğulmuş İlqar Mollaçiyev rəhbərlik edirdi. 2007-ci ilin sentyabrında Çeçen Səhra komandiri Rəbbani Xəlilovun öldürülməsindən sonra o Dağıstan əmiri təyin olunub. Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə İlqar Mollaçiyev hər iki Çeçen müharibəsində iştirak edib, döyüşün hazırlığını isə məşhur Səhra komandirləri Xəttab və Əbu Əl-Validin dəstələrində keçib. Mollaçiyevin 2008-ci ilin sentyabrında ölümündən sonra qruplaşmaya Vəlicanov İsrafil Hacıoğlu rəhbərlik edir. Qruplaşmanın 2008-ci il avqust ayının 17-sində Əbu Bəkir məscidinə qarşı terror aktı hazırladığı da deyilir. Bununla bağlı istintaq materialları da mövcuddur. Meşə qardaşlarının son hədəsi ötən ilin oktyabrında Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənliyə qarşı olub. Lakin MTN Qusar meşələrində gizlənən qruplaşmanın üzvlərini həbs edib, yəni belə hədə ilk dəfə deyil.